Mesela Kislovodsk'da Xrambozluq deyilən yerdə insanlar kütləvi şəkildə yalnız müəyyən qısa şortik tuman qalmaq şərtindən soyunurlar və günəş vannaları qəbul edirlər. Təbii ki, orada mütləq həkim məsləhətindən dəqiqələrini artır və gəlir çatır saata. Yəni, birdən-birə günəş vannası qəbul etmək dərinin yanmasına, qızmasına və tamlığının pozulmasına qədər gətirib çıxara bilir. Həm də xüsusilə də nevrozlarda günəş vannası birdən-birə çox miqdarda qəbul etmək sinir sistemini oyadır. Bu mənada da nə etmək lazımdır? Mütləq mənada günəş vannasını həkim məsləhətindən normal qaydada qəbul etmək lazımdır ki, dediyim kimi dəridə yanıq əmələ gətirməsin. Hətta bəzən güclü günəş vurması nəticəsində həm yuxu pozula bilir, həm də orqanizm üstülaşa bilir və hətta bayılmalara qədər, kollapsa qədər gətirib çıxara bilər. Bir digər məsləhət də günəşə çıxanda mütləq bahar konjunktivi olmasındır. Neyini? Gözlərdə qaşınma verir, qum dolan kimi olur və yaşarır, incidir. Onun qarşısını almaq üçün gün eynəklərindən istifadə etmək məsləhətdir.